Sizin fikriniz Natiq bəy? Əslində mən düşünürəm ki, bu plan ən azından avqust ayından ortalıqdadır. Anchorage görüşündən sonra, Alyaska görüşündən sonra çox güman ki, o vaxtdan ən azından Rusiya ilə Amerika arasında hansısa fikir mübadilələri konkret 28 maddə kimi yox, amma bəzi tezislərlə bağlı fikir mübadilələri olub və Trumpın da ənənəvi ikili şantaj üsulu həmişə işə yaradı. Bu məsələdə də işə yaradı. Birinci, Ukraynada Medichgate skandalı oldu. Yəni, bu hamımıza məlumdur ki, Zelenskiyə təzyiq vasitələrindən biridir. Müharibə aparan bir ölkədə korrupsiya skandalının olması, onun ən yaxın dostlarından birinin adının və yaxud da çox yüksək rütbəli şəxslərin, nazirlərin adının skandalda hallanması bu skandalın ikinci və yaxud da üçüncü hissələrinin də olması ehtimallarını özündə ehtiva edir. Bu təzyiq vasitəsidir. Rusiya olan təzyiq vasitəsi də çox aydın şəkildə göründü. İlk dəfədir ki, Rusiya neftini satmaqda ciddi problemlər yaşayır. Keçən həftənin ortalama Rus neftinin qiyməti 36 dollara düşdü. Novorossiysk limanından ixrac olunan neftin qiyməti dünya bazarında 62-63 dollardır, amma oralar 36 dollara satmağa məcbur oldular. Yəni, hər iki tərəfə təzyiq etmək üçün imkanlar və fürsətlər var. Sadəcə burada bir məsələ var ki, dünya mediası da bunda çox ciddi müzakirə olunur. Azərbaycanda da bu müzakirə olunur. Əlbəttə ki, irəli sürülən maddələr o qaralama bir mətindir. Hətta qaralamanın qaralamasıdır, belə demək mümkünsə. Hələ üzərində işlənəndən sonra bu qaralama halına gələcək. Bu yol xəritəsi. Bəli. Və bundan sonra Rusiya ilə də müzakirə olunacaq. Yaxşı, bu Ukraynanın xeyrinə tutalım ki, 28 maddənin hamısı Ukraynanın xeyrinə yazılardı. Yazılardı ki, 91-ci il sərhədlərində çıxmalıdır Ukrayna, Rusiya çəkilməlidir, üzr istəməlidir, bütün xərclərini öz boynuna götürməlidir. Nə bilim də, bütün Ukraynanın xeyrinə olan hər maddələri yazmalıydı, dünya da əl çalacaqdı onda. Bəs reallıq, Rusiya iki tərəf var da münaqişədə. Rusiyanın işğalçı bir siyasəti var, Ukraynanın torpaqlarını işğal etdiyi faktı var. Bu faktın özü-özlüyündə güc göstərisinə çevrilir və Rusiyanın mövqeylərini təəssüf ki, gücləndirir. Yəni, bu anlamda Trumpın yazdığı və yaxud da təsdiqlədiyi təkliflər və mətin Ukraynanın əleyhinədir söyləmək, onun alternativinin nə olduğunu da özündə ehtiva eləməlidir. Məsələn, Avropa Birliyi razı deyilsə mətinlə və yaxud da hansısa bir maddələrlə çıxış eləyirsə, əvəzində nə təklif eləyir? Məsələn, daha çoxmu yardım təklif eləyir? Daha çoxmu raket təklif eləyir? Daha çoxmu gəlib vuruşacaqmı Ukrayna ilə bir yerdə? Nə təklif eləyir? Bax, bu təkliflər olmadığına görə, hətta bu 28 maddəlik mətnin müzakirəsi belə bəzən çox qeyri-rasional olur. Və ideoloji baxışlarına görə, mediada da, siyasətçilər arasında da ideoloji baxışlarına və yaxud da Trumpa münasibətə görə də formalaşır. Reallığı əks etdirmir. Yenə təkrar edirəm, Trump oturardı, 28 maddənin hamısını yazardı Ukraynanın xeyrinə. Bu nəyi dəyişdirəcəkdir? Bax, mənə elə gəlir ki, indi həm Rusiyanın, həm də Ukraynanın, belə deyək də, güzəştə gedə bilmək məqamı yetişib. Zelenski həm korrupsiya skandalına görə, həm də real vəziyyətə görə insan çatışmamazlığı var, silah çatışmamazlığı var, insanlarda yorğunluq var, gündə 6-7 saat işıqlar sönür, Ukrayna ərazisində cəmi yanır, belə demək mümkünsə. Sutkanın böyük bir hissəsində su problemi var, başqa sosial problemlər var. Bu, Zelenskinin başının üzərində Damokl qılıncı kimi asılıb. Rusiya üçün də problem ondan ibarətdir ki, bəli, iqtisadiyyatda artıq özləri də etiraf edirlər. ÜDM-in aşağı düşməsi tempi var, inflyasiya gözləntiləri yüksəlib, neftini satmaqda problem yaşayır. Hətta ən yaxın müttəfiq saydığı Hindistan və Çinin dövlət şirkətləri artıq imtina elədilər. Rusiya neftinin almasından özəl sektorla bağlı hələlik danışıqlar gedir. Yəni, hər iki tərəfə təzyiqləri var və təzyiqlərin nəticəsində ortalığa bir kompromis mətin çıxacaq. Və bu mətndə təbii ki, Ukraynanın ən çox uduzan tərəf olması aydın şəkildə görünəcək. Amma bunun alternativi nədir? Alternativi Ukraynanın vuruşmasıdır. Burada hörmətli həmkarımın bir məsələyə də toxundu. Maraqlı doğrudan da məsələdir ki, Rusiya ilə imzalanan hansısa sənədlə bağlı problem yaşanıb da. Yaxşı, bunun alternativi nədir? Alternativi odur ki, Moskvaya qədər gedirsən və hansısa bir formada Rusiyanın kapitulyasiya aktını alırsan. Bu da mümkün deyilsə. Deməli, geci-tezi Rusiya ilə imzalamaq lazım olacaq. Hansısa sənəd üzərində bir uzlaşma lazım olacaq da. Bunu Ukrayna tərəfi də tez-tez dilə gətirir ki, Rusiya ilə hansısa bir sənədin nə mənası var? Anlayıram, haqlı tərəfləri var, Budapeşt məsələsi var, memorandum məsələsi var. Amma alternativi nədir? Rusiya ilə danışmıram və heç nə imzalamıram
əvəzində nə? Rusiya hər gün addım-addım irəliləyir. Bax, əsas problem də bax bu reallığı görməmək. Nazım, sizin fikriniz, ümumiyyətlə, indiki mərhələdə Rusiya və Ukrayna arasında gedən müharibəni dayandırmaq mümkündürmü? Niyə görə bu sualı verirəm? Ona görə ki, bu Trumpın planı, hansı ki, ötən həftənin sonuna yaxın təqdim olundu, Trumpın planını ola bilər ki, Rusiya qəbul edərdi. İndi artıq Trumpın planı elə formada dəyişir ki, o Rusiya tərəfindən qəbul olunmayacaq. Çünki artıq Ukraynanın maraqlarını daha çox müdafiə olunur, artıq danışırlar ki, atəşkəs lazımdır. Elə bir dənə atəşkəs sözündən Putin deyəcək ki, mən niyə dayanmalıyam ki? Yəni, təxmin eləmək olar. Nə baş verməlidir ki, Rusiya və Ukrayna arasında dayanıqlı sülh olsun? Ukrayna ilə Rusiya arasında dayanıqlı sülh olmayacaq. Uzun illər olmayacaq. Hətta indi atəşkəs də olsa, müəyyən razılaşma da olsa, uzun müddət olmayacaq. Nə olmalıdır ki, hansısa bir plan qəbul olunsun? Planın qəbul olunması üçün mənə elə gəlir ki, təzyiqlər artacaq həm Rusiya, həm Ukrayna. Ukrayna daha zəif mövqedədir. Zelenskinin həm resurslar nöqteyi nəzərdən, həm də davam edən korrupsiya skandalı nöqteyi nəzərdən daha zəif nöqtədədir. Amma Putinin və Rusiyanın da zəif nöqtələri var. İqtisadiyyatdan əlavə müharibənin 4 ili yaxınlaşır. Yəni, fevral ayında artıq müharibə 4 ildir davam eləyəcək ki, bu Böyük Vətən müharibəsindən Rusiya üçün eyni zaman kəsiminə malik olacaq. Bu, əhalidə artıq qıcıq yaradır. Və heç də təsadüfə mən saymıram ki, məsələn, sorğu mərkəzləri var Rusiyada. İnagent elan olunsalar da, amma Kremlin istinad etdiyi, məsələn, Levada Center var, mərkəzi var. Onların son sorğularında ilk dəfədir ki, publik məkanda müharibə tərəfdarlarının sayının azaldığını, atəşkəs imzalanmağın istəyənlərin sayının çoxaldığını rəsmi kanallarda belə elan edirlər. Yəni, orada da ictimai rəydə müəyyən dərəcədə müharibəni dayandırmaq, atəşkəsin elan olunması müzakirə olunur. Amma problem də ondan ibarətdir ki, atəşkəsin bir bədəli var. Onun da hansısa bir formada Rusiyanı qane edəcək tərəfi var. Burada da ən maraqlı və Rusiya üçün cəlb edici və öz əhalisinə sata biləcəyi məsələ Donetsk vilayətinin hələ də işğal edə bilmədiyi 5,5-6 min kvadrat kilometr müxtəlif rəqəmlərlə səsləndirilir. Bu ərazinin geri alınmasıdır. Bax, burada da əsas problem məncə. Onu geri alandan sonra və yaxud da... Geri yox, işğal. Onda olmayıb ki. Və onu deyirəm də, yəni işğal etdikdən sonra, yəni Ukraynanın əlindən alandan sonra, o mənada, yəni işğal etdikdən sonra və yaxud da oranın artıq müharibə olmadan özdə ən çox möhkəmləndirilmiş hərbi zonalardır. Ukrayna 14-cü ildən orada möhkəmləndirilmiş hərbi zonalar saxlayır. Yəni o məsələdə həm ictimaiyyətini razı sala bilər, həm də hələlik müvəqqəti olaraq bir müddətlik müharibənin dayanması mümkün ola bilər. Mən burada Rasim bəy ilə tam razıyam. Avropa 3 il, 4 il zaman istəyir. Amma problem də odur ki, Ukraynanın o zamanı yoxdur. Ukrayna 3-4 il dözə bilməyəcək. Amma Amerikada, Avropa Birliyi çox istəyərdi ki, bir 3 illik, 4 illik bir nəfəs alsın, yenidən özünü gücləndirsin, hərbi sənaye kompleksini işə salsın. Ona görə söhbət atəşkəsdən gedir və Putin də gözəl anlayır ki, bu atəşkəs... Tamamilə haqlısınız və ona görə də Putin də bu işə getməyəcək. O ki, qaldı digər məsələ, o beynəlxalq hüquq məsələsində də. Mən anlayıram, bizdə hamımızda şok effekti yaradır da. Bugün baş verənlər çox ciddi şəkildə insanları düşündürür ki, beynəlxalq hüquq, bugünə qədər inandığımız dəyərlər, bunlar hamısı alt-üst olur. Amma bunlar son 50-60 ilin dəyərləridir də. Bundan öncə olmayıbmı? 20-ci əsrin əvvəlində olmayıbmı? 19-cu əsrdə olmayıbmı? Avropaya baxanda məkan olaraq, coğrafi məkan olaraq, sərhədləri ən çox dəyişən coğrafi bölgə həmişə Avropa olub. Hər bir neçə ildən, 10 ildən, 20 ildən, 30 ildən bir sərhədlər dəyişib. Yəni 30 il bundan qabaq Yugoslaviya var idi, indi yoxdur. Çexoslovakiya var idi, indi yoxdur. Mən razıyam. Demək istəyirəm ki, mən demirəm bu yaxşıdır. Yəni faktiki olaraq indi Helsinkidə 75-ci ildə fiksə olunmuş və 2-ci Dünya müharibəsinin nəticələrini faktiki olaraq 75-ci ildə elan olunmuş sistem çöküb. Və bunun yerinə yeni sistem gəlməlidir. Və yeni bir anlayışlar, yeni beynəlxalq münasibətlərlə bağlı anlayışlar gəlməlidir. Nə olacaq bilmirəm. Amma faktiki olaraq bugünkü işləməyən bir sistemi süni tənəffüslə saxlamaq, süni tənəffüs yolu ilə onu gələcəyə daşımaq mənasızdır, işləmir zaten. Bizim başımıza gəlmədimi? Bizim işğal altında olan torpaqlarımız olanda beynəlxalq hüquqa görə biz haqlı deyildikmi? Haqlıydıq. Beynəlxalq hüquq işlədi mi 26 il? İşləmədi.
Deməli, bu beynəlxalq hüququ fetişləşdirmək də lazım deyil də. Yəni, bunu işlək mexanizmə çevirmək lazımdır. Bunu necə bacarmaq lazımdır, necə olacaq demək çətindir. Nəsbən, buyurun. Uzatdı tutalım da. Yəni, məsələni, bu söhbət, yəni bu misal çox çəkilir. Avropa mətbuatında da, dünya mətbuatında da ki, Zelenski çalışacaq, Avropa Birliyi ilə birgə bu məsələni uzatsın. Uzatdı. 1 ayda uzatdı, 2 ayda uzatdı. Onsuz da uzanacaq. Uzanacaq yarım zaten. ilə kimi Bəli. uzanacaq bu Onda iş. nə qazanır? Yəni Ukraynanın bundan əldə etdiyi qazanc nə olacaq? Qazanc olmayacaq, amma bu Ki, plan torpaq- arxa plana keçəcək heç Başa düşdüm, olmasa. torpaqları itirə-itirə gedəcəksə, bunun qazancı nə olacaq? Mənim düşüncəm və gözləntim ondan ibarətdir ki, 500 milyonluq Avropa Birliyi var, 450 milyonluq, indi Britaniyanı saymasaq. Avropa Birliyi ölkələri var, hamısı da NATO-nun üzvüdürlər, hamısı da uzun illər, 80 illər çox komfort zonada yaşayıblar. Öz təhlükəsizliyini Amerikaya outside eləyiblər. Amerika ora 80 trilyon dollara yaxın bu illər ərzində pul xərcləyib. İndi bunlar əgər bu planla razı deyillərsə, sadəcə Ukrayna ilə bir yerdə vuruşmalıdırlar. Vuruşacaqlarmı? Yox. Bax, söhbət ondan gedir də. Onda Vuruşmayacaqlar. Siz düşünsünüz Ati bəy, Zelenski bu biabırçı planı qəbul etməli Trumpın və Axı, məsələ qəbul bitməli. etməyə alternativi nədir? Qəbul etmir. Belə alternativ üzərində iqtisadi iş Başa gedir. düşürəm. Bax, qəbul etmədi planı da. Hamımıza məlumdur ki, Amerikada dəstəyi yanında. bəli. Ukrayna üçün çox ağır. Sizə Yaxşı, dəstək deyəndə ki, Trump bu saat birbaşa o hərbi texnikanı bir ticarətçi kimi Avropaya satır, Avropada Deyirik ki, onu sən da ver satmayacaq. Ukraynaya. Onu da Ondan eləmədi. əlavə- Kəşfiyyat orada məlumatları kəşfiyyat verilmədi. məlumatları önəmlidir. Bəs onda siz deyən kimi Rusiyanın 2 aparıcı şirkətinə qarşı sanksiyalar var. Onlar necə olacaq? Bax, indiyənə qədər də dediyim kimi ikili şantaj siyasəti yürüdür ki, oturun anlaşın. Oturun. Nə Ukrayna vecinə deyil Trumpın, nə Rusiya vecinə deyil. Mən burada Rasim bəylə tam razıyam. Özünün maraqları nöqteyi nəzərindən deyir ki, oturun anlaşın. Bunlar da Anlaşmayacaqsınızsa, yaxşı, Zelenski əgər masadan duran tərəf olacaqsa, o zaman nə qazanacaq Zelenski? Zelenski durmayacaq Yox, masada. Başa düşdüm, yox da deməyəcək. Başa düşürəm, bunu nə vaxta qədər uzatmaq olar ki, mən filan maddə ilə razıyam, filan maddə ilə razı deyiləm də. Bir yerdə artıq bunun qərarını vermək lazım olacaq. Zelenskinin son çıxışında da nə idi məsələ? Ya qürurumuzu itirməliyik, ya müttəfiqimizi itirməliyik. Amma müttəfiqini itirəndə həm torpağını, həm qürurunu, həm xalqa olan dəstəyini itirəcəksən də. Burada başqa qaçılası yeri var ki, Zelenskinin. Məncə yoxdur. Yəni, müqavimət göstərə bilmək üçün 4 illik bu xalqın, Ukrayna xalqının qəhrəmanlıq səlnaməsinin yazılmasında Zelenskinin rolu olub mu? Olub. Bəli, xalqın özü işğalçıya qarşı, Rusiya işğalına qarşı həddindən artıq dirəniş göstərib. Amma indi müttəfiqlər olmadan, dəstək olmadan, kəşfiyyat məlumatları olmadan, silah olmadan müqavimət göstərmək mümkündürmü? Natif bəy, Mümkün o deyil. bir bənd var orada. Vuruşanların da yorulub. Bəli, bəli. Orada bir bənd var, yəni Trumpın hazırladığı ki, o ərazilər ki, Ukrayna ordusu nəzarət edir, ya oradan da çıxmaz. Buna Zelenski yox, kim, hansı prezident Başa düşdüm də, bax bugün razı olmayacaq Zelenski. 2 aydan sonra Rusiya gəlib oranı da tutacaq. Necə ki Pakrovski tutdu. 5 aydan. Pakrovskini tutubmu Rusiya? Məsələn də, yəni onun yaxınlaşdı. Tam Demək yox, olar ki, Rusiya, tam demək yox. olar ki, nəzarəti altında. Demək olar ki da. Bir cümlə də əlavə edeyim Murad bəy icazənizlə. Əlbəttə belə bir təsəvvür yaranmasın ki, Zelenskiyə az qala buradan çağırış eləyirik ki, Donetski təhvil ver, torpaqları təhvil ver. Yox, elə deyil. Biz çox istərdik ki, Ukrayna 91-ci il sərhədlərinə çıxsın, suverenliyini, ərazi bütövlüyünü tam bərpa eləsin və bu president bir dəfəlik Rusiyanın da məğlubiyyəti ilə bitərək daha geniş ərazilərə yayılmasın. Amma təəssüf ki, bu artıq mümkün deyilsə, çıxış yolları tapanda artıq siz əgər 100 minlərlə, milyonlarla insanın həyatına cavabdeh prezidentsizsə, Zelenskidən söhbət gedir. Artıq burada qürur məsələsi deyil. Praqmatizmdir, reallıqdır. Və bu qürur məsələsi ilə tək bunu izah etmək mümkün olmayacaq. Sizdə o zaten Zelenskidən soruşacaqlar ki, İstanbul sazişini niyə imzalamadın müharibədən 1 ay sonra? Niyə o bundan daha yaxşı idi? Orada Xerson, Zaporojye vilayətləri ümumiyyətlə yox idi o anlaşmada. Bax, bu suallar yaranacaq və Zelenski də mənə elə gəlir ki, bütün bu vəziyyətdə bir tək Ukraynanın yox, özünün də təhlükəsizliyi ilə bağlı müəyyən məsələlərdə ümumi bir razılıq gəlsə, mənə elə gəlir ki, güzəştə getməyə hazır